Şahide mövzumuz Osmanlı Dövləti 19-20-ci əsrlərdə. Osmanlı Dövləti 19-20-ci əsrdə 3 qitədə ərazisi yerləşir və bildiyimiz əvvəlki Osmanlı dövründə bildiyimiz Osmanlı dövründə iqtisadi cəhətdən digər dövlətlərdən geri qalırdı. Onun müəyyən səbəbləri vardı. Aparılan islahatları uğursuz olmuşdu. Köprülü Mehmet Paşa, Lalə dövründə İbrahim Paşa və 3-cü Səlim islahatları uğursuz qalmışdı. Hakimiyyət zəifləmişdi və 1191-ci ildə Yassı müqaviləsindən etibarən də Osmanlı dövründə dağılma dövrü başlamışdı. Hərbi len sistemi ifadə edir. Nədir? Xidmət qarşılığında verilən torpaq, timar və ziyamət. Osmanlı zəifləmə səbəblərindən biri də xarici dövlətlərin Osmanlı tərkibindəki olan az saylı xalqları Osmanlıya qarşı mübarizəyə cəlb etməsi. Onlardan biri Ruslar, Slavyanları müdafiə edirdilər. İngilislər isə sonradan Misirdə və Fransızlar Əlcəzairdə mövqeləri möhkəmləndirmişdilər. İkinci Mahmudun hakimiyyət dövründə. Osmanlı bu dövrdə Fransa burjuva inqilabı zamanında, daha doğrusu Fransa Napoleonun apardığı müharibə zamanında Osmanlı Ruslarla yaxınlaşmışdı. Amma daha sonra Rusiya Moldova və Valaxiya arasında möhkəmlənməyə cəhd etdiyi üçün Osmanlı ondan uzaqlaşdı. Rusiya müharibəsi səbəb oldu. Nəticəsində Buxarə sülhü imzalandı 1812-ci ildə. Azərbaycan tarixində də bununla bağlı müəyyən fikirlər deyəcək. Buxarə sülhünün şərtinə görə Bessarabiya ərazisi Ruslara verildi. Moldova və Valaxiya Osmanlı tərkibində qaldı. Şöyle diqqətli olursunuz bu müqavilə və şərtlərinə. Buxarə sonra birazdan Ədirnə deyəcək. San Stefano və Berlin Konqresi. Bu qərarlara diqqət edin. Bir-birinin ardınca demək olar gedəcək. Hadisələr bir-birinə oxşardı. Diqqətli olun. Sonra fərqləndirə bilmək üçün hansına harda müstəqillik və müxtəlif verilmişdi, hansı əraziyə diqqətli olmaq lazımdır. Deməli, Moldova və Valaxiya gördüyümüz kimi nə dedik burada? Osmanlının tərkibində qaldı burada. Hansı müqavilə? 1812 Buxarə sülhü şərtində. Rus gəmilərinə isə Dunay çayında sərbəst üzmək imkanı verilirdi. Əlavə olaraq Osmanlı dövləti Cənubi Qafqazı Rus işğallarını tanıyırdı. Bunu Azərbaycan tarixində deyəcəyik. Rus-Qacar müharibəsinin gedişatında bu ifadəni orada sizə təkrarlayacağım. Balkanlarda məsələ. Dediyimiz kimi, xarici dövlətlər Osmanlıya qarşı az saylı xalqları mübarizəyə cəlb edirdilər. Bu zaman ən qaynar zonalardan biri də Balkan yarımadası. Çünki orada müxtəlif az saylı xalqlar var idi. Xırda sayları az olan əraziyə kiçik əraziyə malik olan xalqlar var. Onlar müxtəlif dövlətlər tərəfindən, xüsusən İngiltərə, Fransa, Rusiya tərəfindən mübarizəyə cəlb edilirdi. Bu zaman baş verdi. Sonra Yunanlıların müstəqilliyində mübarizəsi yenə xarici dövlətlər dəstəyi ilə və nəticədə 28-29-cu illərdə Rus-Türk müharibəsi başladı. Məqsəd də burada nə idi? Osmanlı təbii ki, ərazisini bölüşdürməyə çalışdı, parçalamağa çalışırlar. Serblərin üsyanı yatırılsa da, xarici dövlətlər, İngiltərə və Fransa Osmanlıya qarşı mübarizəni davam etdirdilər. Və onlar Yunanlılardan istifadə etdilər. 27-ci ildə, 1827-də İngiltərə və Fransa öz qoşunlarını hərbi donanması göndərdilər Osmanlıya qarşı. Nəticədə Navarin dəniz döyüşündə Osmanlı dövləti məğlub oldu. Az sonra 28-29-cu ildə Rusiya Osmanlıla növbəti dəfə müharibəyə girişdi və aparılan müharibədə Osmanlılar məğlub oldu. Burada da şahidlə ola bilər diqqətli olun. Baxın, Balkanlar və Cənubi Qafqaz döyüş meydanına çevrilmişdi. Hansı müharibənin gedişatını soruşur? 28-29 Rus-Osmanlı müharibəsi. 29-cu ilə Ədirnə müqaviləsi başa çatdı. Osmanlı dövləti məğlub oldu yenə də. Burada baxırıq, şərtlərimizə baxırıq. Təzminat verdi Osmanlı dövləti. Biraz əvvəl Buxarəstdə demişdik ki, 1812-də Moldova və Valaxiya Osmanlının tərkibində qaldı. Amma burada nə deyirik? Moldova və Valaxiya Serbiyaya muxtariyyət verildi. Yenə Osmanlının tərkibindədir. Amma onlara muxtariyyət verilir. Deməli, xarici dövlətlər tələb edirlər ki, Yunanlılara muxtariyyət verilsin. Osmanlı buna imtina eləmişdi. Amma Ədirnə müqaviləsində Osmanlı məğlub dövlət olduğuna görə o neynədi? Yunanistana müstəqillik verdi. Muxtariyyətə razı deyildi, amma indi müstəqillik verdi. Osmanlı dövləti Rusiyanın Cənubi Qafqazı işğallarını tanıdı. Bu cümləni biz
Azərbaycan tarixində Türkmənçay müqaviləsindən sonra da deyəcəyik. Ərdəbil müqaviləsini orada da təkrar eləyəcəyik və bu şərti orada bir daha sizin yadınıza salacaq. Osmanlı dövləti bütün Cənubi Qafqaz Rusiya tərəfindən işğalını tanımış oldu ki, bura sənindir artıq. Və eyni zamanda ermənilərin köçürülməsi və hara Azərbaycan ərazisinə ermənilər köçürülmüşdü. Bu isə Türkmənçay müqaviləsi ilə oxşar cəhətdə burada vermişdi bizə. Keçirik. Vəziyyətdən çıxmaq üçün 2-ci Mahmud islahatlara başladı. Neynədir? Hansı islahatlar keçirir? 2-ci Mahmudun islahatları. Birinci, yeni piyada korpusu yaradıldı. Yəni yeni hərbi birləşmələr. Yeniçəri dəstələri ləğv edildi. Onlar qiyam qaldırmışlar, bu qiyamı yatırtdı və Yeniçəri ordusunu tamamilə ləğv elədi. Ümumi əsgər yığma əsasında yeni ordu quruldu. Hərbi len sistemi ləğv edildi. Yəni xidmət qarşılığında verilən torpaqlar, timar ziyamət torpaqları ləğv edildi. Onlar sahiblərindən geri alındı, vəzində isə onlara pul şəklində kompensasiya verildi. Bu torpaqlar keçdi dövlətin mülkiyyətinə. Sonra Avropa tipli nazirliklər quruldu. Avropa əsaslı islahatlar aparmışdı. Bundan sonra deməli olar. Bu islahatlar müsbət təsir göstərmişdi. İkinci Əbdülməcid. (1839-cu ildə Gülxanə Xətti Şərifi adlanan fərman imzalandı. Bu fərmana əsasən 1876-cı ilə qədər islahatlar həyata keçirildi. İslahatlar adlanır Tənzimat-ı Xeyriyyə. Xeyriyyə, xeyirli deməkdir, tənzimat islahat deməkdir. Yəni xeyirli islahatlar deməkdir. Bu islahatlarımız burja xarakteri daşıyırdı. Gülxanə Xətti Şərifində əsas vergilər, sonra ordu haqqında qayda qanun verilmişdir. Əsasən bunlar nəzərdə tutulurdu. Tənzimat xeyriyyə islahatlarına əsasən dini iqtidardan asılı olmayaraq imperiyanın bütün təbəələri hüquq və vəzifə cəhətdən bərabər elan edilmişdi. İlk universitetlər açıldı. Suallar var bununla bağlı, diqqətli olacaqsınız. Gələn dəfə testi yazacağım, diqqətli olacaqsınız orada. Yeni Osmanlılar Cəmiyyəti 1865-ci ildə yaranmışdı. Onlar nə istəyirdilər? Parlament qurmaq və konstitusiya qəbul etməyə çalışdılar. Avropa tipli, Avropa düşüncəsi olan şəxslər idi, ziyalılar idi. Onlar yenilik istəyirdilər ölkədə. Tənzimat-ı xeyriyyə islahatlarının davamçıları idilər. Nəticədə 1876-cı ildə onların tələbi ilə, onların belə deyim, fəaliyyəti ilə yeni hökmdar 2-ci Əbdülhəmid hakimiyyətə gətirildi. Eyni zamanda konstitusiya hazırlandı. 1876-cı ildə Əhməd Mithat Paşanın rəhbərliyi və Dövlət Şurası konstitusiya hazırladı. Həmin konstitusiya bəzən Mithat konstitusiyası olaraq da adlanırdı və 2-ci Əbdülhəmid bu konstitusiyası qəbul etdi. Bununla da ölkə konstitusiyalı monarxiya çevrildi. Ölkə ərazisində yaşayan bütün əhali Osmanlı olaraq adlanırdı. 77-ci il parlament fəaliyyətə başladı. Amma 1878-ci ildə 2-ci Əbdülhəmid parlamenti buraxdı. Niyə görə? Çünki həmin dövrdə 77-78-ci ildə Osmanlılar Ruslarla aparılan müharibədə məğlub oldular və San Stefan müqaviləsi imzalayıb, biraz sonra deyəcəm bunu. Burada həmin belə deyim, müharibədə Osmanlı məğlub olduğu üçün deputatlar dövlətdən hesabat tələb elədilər və öz iclaslarında hökuməti tənqid etməyə başladılar. Parlamentdəki deputatlar. Ona görə də 2-ci Əbdülhəmid parlamenti qovdu. Əsas digər səbəb isə parlamentdə olan az saylı xalqların deputatları başqa dövlətlərə məlumatlar ötürürdülər. Bu səbəbdən də həmin dövlətlər Osmanlı dağışlarına qarşıdı. 2-ci Əbdülhəmid bu vəziyyətə son qoymaq üçün parlamenti buraxdı və tək başına hakimiyyətə başladı. 77-78 müharibəsi. Bu zaman müharibə başlayan Ruslar
Osmanlıları məğlub etdi. Balkanları və Qafqazda 78-ci ildə San Stefano Yaşılköy müqaviləsi imzalandı. Bu Osmanlı üçün ağır şərtləri vardı bu müqavilənin və Osmanlı dövləti bir sıra ərazilər itirdi. Bu müqavilənin şərtinə görə Rusiya Balkanlarda möhkəmlənirdi. Ona görə də digər Avstriya kimi dövlətlər Rusiyanın Balkan yarımadasında möhkəmlənməsinə qarşı çıxdılar. Çünki oradan da Avropanın digər hissələrinə təsir edə bilərdi Rusiya. Ona görə həmin dövlətlər buna qarşı çıxdılar. Nəticədə San Stefano müqaviləsinin şərtlərinə 1878-ci ildə yenidən baxılmaq qərarına alındı. Harda? Berlin Konqresində. Orada konqres çağırıldı. Bolqarıstan üç hissəyə ayrıldı. Onlardan biri Osmanlı tərkibində Knyazlığa çevrildi. Sonra San Stefano müqaviləsinə görə Makedoniya, Şərqi Anadoluda bəzi ərazilər Şərqi Rumeli Osmanlı dövlətinə geri qaytarıldı. Bu zaman isə Çernogoriya, Serbiya və Rumıniya tam müstəqil elan olundu. Serbiya isə biraz əvvəl Ədirnədə muxtariyyət verilmişdi. Sonra Avstriya Macaristan, Bosniya və Hersegovina üzərində müvəqqəti olaraq nəzarət etmə imkanı əldə etmiş oldu. Kipr adası İngilislərə icarəyə verildi. Qars, Batum, Ərdahan Ruslara verildi. Həmin bu ərazini 1918-ci ildə 3 mart tarixində Brest-Litovsk müqaviləsinə görə Sovet Rusiyası Osmanlıya geri qaytaracaq. Birinci Dünya müharibəsinin gedişatında. Azərbaycan tarixində deyəcək bunu. Gənc Türklər üsyanı 1908. İttihat Tərəqqi Cəmiyyəti yaranmışdır 1889-cu ildə. Hərbi tibb məktəbinin tələbələri. Şahidlər, bu hadisələr hamısı kənar qüvvələrin təsirlə Osmanlı dövlətində 2-ci Əbdülhəmidi devirmək məqsədilə yaranmış məsələlərdir. Deməli, gənc türklər, İttihat Tərəqqi Cəmiyyətinin üzvləri özləri gənc türklər adlandırırdılar və onların əsas tələb bu idi ki, 76-cı ildə qəbul edilmiş konstitusiya yenidən bərpa edilsin. Və ona görə də 1908-ci ildə Makedoniyada üsyan başladı. Üsyan gənc türklər tərəfindən başladı. Onlar ultimatum göndərdilər 2-ci Əbdülhəmidə və ondan tələb etdilər ki, konstitusiya bərpa eləsin. Ölkədə qardaş qırğını olmasın deyə, qırğın baş verməsin deyə 2-ci Əbdülhəmid konstitusiyanın bərpa olunması və parlamentin çağırması haqqında fərman imzaladı. Beləliklə, gənc türklərin üsyanı bütün Osmanlı ərazisində yayıldı və onlar nə etdilər? Konstitusiyanı və parlamenti bərpa elədilər bu hadisə ilə. Və zamanla həm parlamentdə, həm də ordu üzərində nəzarət keçdi gənc türklərlə. Onların sayı artdı. Beləliklə də onlar 1909-cu ildə 2-ci Əbdülhəmidi hakimiyyətdən saldılar. Yerinə isə onun qardaşı Mehmet Rəşad gətirildi. Şahidlər, gənc türklərin yeritdiyi siyasət Osmanlı dövlətinin süqutunu sürətləndirdi. Niyə? Necə? Trablis müharibəsi deyirik. Gənc türklərin yeritdiyi siyasət nəticəsində süqut sürətləndi. 1911-12-ci illərdə Afrikada sonuncu mülkümüz vardı, Liviya ərazisi. Baxın bu ərazi. Liviya uğrunda İtaliya dövləti ilə Osmanlı arasında müharibə başladı. Və həmin müharibə Trablis müharibəsi adlanırdı. İtaliya qalib yerlə Liviyanı ələ keçirdi. Osmanlı Afrikada sonuncu mülkü itirildi. Birinci Balkan müharibəsi. Biraz əvvəl Balkanlar müstəqillik əldə etmiş Balkan dövlətləri Osmanlıya qarşı birləşdilər. Bolqarıstan, Serbiya, Yunanistan və Çernogoriya. Bunlar birləşdə Balkan İttifaqı təşkil etdilər. 1912-13-cü birinci Balkan müharibəsi. Bu Balkan müharibəsində Osmanlıya qarşı müharibə apardılar və Osmanlı burada məğlub oldu. 13-cü ildə London müqaviləsi imzalandı. Müqavilənin şərtinə görə Osmanlı dövləti Ədirnə daxil olmaqla Avropadakı bütün torpaqlarını itirdi. Ədirnə daxil olmaqla. Bir də orada İstanbulun Avropa hissəsi qalmışdı. Və burada qaldı. Osmanlı ərazisi Şərqi Frakiya ilə məhdudlaşırdı. Kiçik bir hissəsi qalmışdı. Beləliklə, Osmanlı dövlətinə bu mənfi təsir edir.
13-cü ildə isə 1913-cü ildə Bolqarıstan demək və Yunanistan arasında yenidən müharibə başladı. Balkan dövlətləri ilə Bolqarıstan digər Balkan dövlətləri ilə müharibə başladı. Osmanlı bundan istifadə elədi. O da müharibəyə qoşuldu. Bolqarıstana qarşı müharibəyə qoşuldu və aparılan döyüşlərdə Osmanlı dövləti Ədirnə və ətrafdakı torpaqlarını geri ala bildi. Həmin ildə Balkan müharibəsi başa çatdı və Buxarest sülhü imzaladı. Bu ikinci Buxarest sülhüdür. 1813-də də var, 1913-də var. Buna görə ikinci Buxarest sülhüdür. Bolqarıstan məğlub oldu və Osmanlıdakı Avropa hakimiyyəti bununla da bitmiş oldu, başa çatdı. Gənc türklərin bu dövrdə Birinci Dünya müharibəsi dövründə Almaniya ilə yaxınlaşması, onun tərəfini saxlaması Osmanlı dövlətinin dağılmasına səbəb olmuşdu. İkinci Əbdülhəmidin dövründə buna icazə vermirdi. Yəni elə siyasət yeridir ki, bu məsələ olmasın, amma bununla da artıq dövlət dağılmış oldu.